Salam əziz ovçular, balıqçılar, kanalımızın abunəçiləri, abunə olmayanları da salamlayıram. Biz yenə də gəlmişik Sarısuya, ördək qaşqaldaq ovuna. Çox ləzzətli şaxta var. Bəzi yerlərdə gördük, quzu qıra-qıra gəlmişik. Yenə də İlyasla bir yerdəyəm. İlyas indi maketləri düzür. Çox soyuq var. Səhər saat 7-yə işləyir. Biz artıq göldəyik. Hava hələ açılmayıb. İndi maketləri düzənə qədər falan hava biraz açılacaq. Dünən axşam ovuna girmədim. Elə bugün səhər ovuna gəldim birbaşa. İnşallah. Dünən gəlmişəm bura. Sadəcə ova səhər girdim. Yoldaşlar da artıq atam var. Yəqin ki, qaşqaldaq atırlar. Hələ hava qaranlıqdır. Belə yerləşək, mən GoPro-mu falan hazırlayayım. Görək inşallah nə olur. Keçən həftə gəlmişdim ova. Pis olmadı. Sadəcə çəkiliş çox az eləmişdik. Ona görə tam bir video formatında o keçən dəfəki ovu paylaşmadım, amma atış anlarını indi sizlərlə paylaşıram. Orada müəyyən nüanslar oldu. Səhər çox qatı duman idi. Dumanda atdığım yaxşı atışlar var idi, hansı ki GoPro ilə çəkə bilmədik, çünki heç nə düşmürdü GoPro-ya. Quş çox yaxın məsafədə idi. Anidən görünürdü, çatdırmırdı. İlyasın bir-iki dənə atışını çəkmişəm. Onları izləyin, biz isə hazırlaşaq ova. Bu ovda da çalışacağım ki, yaxşı atış anları çəkim. Amma bəzən bu məndən asılı deyil. Kameraya düşə də bilir atışlar, düşməyə də bilir. Bizə uğurlar, sizə isə xoş seyirlər. Kanala abunə olmağı unutmayın. Allah. Mən kameranı yandırdım. Çatdırmadım heç atım. Səsi eşitdin? Yaşılbaşın səsini eşitdim mən. Qəşəng. Allah. O arkadakı 3 dənə yaxındır. Biri var, biri düşdü bura. O ikincisi də düşdü, Allah. Gəlir əvək. Biri düşdü. O ikincisi də padrankadır. Yaralı diye o da. Yaxınlaşmaq lazımdır. Qəşəng. Allah. Qəşəng. Все. Ay, zibil qaşqaldıq. Gözümüz qaldı. Sən hansını atırdın? Onu. Abi ben qaşqaldaq keçdi başımızın üstündən. Gec gördük. Gözümüz qaldı ördəklərdə. Onu ayağımla qırdım. Qəşəng. Tamam, sağ ol. Gəlir. Qəşəng.
Əla. Qəşəng. Oy oy oy. Dəymişəm ona. Düşdü. Padranka düşdü amma. Çox uzağa düşdü İlyas. Yürek. Biri düşdü uzağa düşdü. Bunu mən ölü vurdu. Hansını? Biri düşdü bura. O padrankadır. Qamışa gedəcək. Risk ağzımıza girdi birdən-birə. Səhər ovu pis başlamadı, yaxşı oldu. Bir-iki dənə padrankamız oldu, əfsus ki. Sonra sürü gəldi. Yaxından keçən quşu buraxdıq ki, sürü fırlanar. O da fırlanmadı, it də getdi, ip də getdi, elə də oldu. Amma atdıqlarımız da oldu. Birdən-birə duman gəldi. Biraz hələ indi duman biraz çəkildi. Bayaq 20 metr görüntü məsafəsi var idi. Bilmirəm indi kameraya necə düşür duman. Amma hələ də qatı duman var. Təzədən duman gəldi, qamışlıq görünmür. İndi hələ ki buradayıq, görək nə olur. Xoş gəlmirsən. Gəl sənə piçeni verim, git. Getmə, qorxma, gəl bura. Yüzlərdə oturan deyəsən yatağa çıxdı. Səsi gəlmir. Hara getdi o? Gəl, qoyuram bura. Allah. Artıq yığışırıq, saat 11-dir. Çox gözlədik ki, duman tez çəkilsin, amma çəkilmədi. Hələ bir 10 dəqiqə var ki, duman çəkildi. O da artıq quşun işləyən vaxtı deyil. Quşun yaxşı işləyən vaxtı duman biraz korladı. Amma buna baxmayaraq, 2 nəfərin demək olar ki, limitini vurmuşuq. Yəni, bir dənə qaldı 2 nəfərin limitinə. Ümumilikdə 11 quş vurmuşuq. Qaşqaldaq, yaşılbaş, indi İlyas maketləri yığır. Yolda göstərərəm sizə. Yaxşı oldu, pis olmadı, maraqlı ov keçdi. Bircə duman, çox qatı duman oldu. Görüntü məsafəsi 15-20 metr maksimum. Ondan o tərəfə görünmürdü. Yəni maketləri görürdük də, ondan o tərəfə ucu görünmürdü. O da bəzən quşun qanadının səsini eşidirdik, başımızın üstündən keçir, yanımızdan keçir, amma quşu görə bilmirik ki, atış edəyik. Amma yenə də limitə bir dənə qaldı. O da o deməkdir ki, ov uğurlu keçdi demək olar. Belə, indi yoldaşlarla əlaqə saxladıq. Pis atmayıblar, hələ də gördü atam var. Pis atmayıblar, heç kim əli boş deyil. Demək olar ki, hamı limit atıb. Abbas, ovun necə keçdi? Əla. Yaxşı keçdi. Hə, super. Əla. Siz tərəfdə duman gəlmədi deyəsən. Gəldi, amma çox gəlmədi. Biraz Bizdə- qatılaşdı, sonra çəkildi duman. Bizdə duman dəhşət idi. Yəni maketləri güclə görürdük. Bax elə Biz duman də gəldi. axırda gəldik. Bir yarım saat çəkmədi. Bizdə quşun işləyən vaxtı gəldi. Sonra elə 11-də də təqribən 11-12 işləmiş duman çəkildi. Quşun işləməyən vaxtı. Amma yenə də pis olmadı. Yaxşıdır, hə, yaşılbaş da var. Hər yaxşı quş var idi. Duman olmasaydı vəbşə super olardı. Patron yaş kəsərdi yox idi. Hə. Sən düz dedin, zavod köprüsüz. BPS deyilmi? 5 dənə nə qədər? Məndə sterling idi, yaxşı idi. 2 paska idi sterling. O birisilər qarışıq idi. Yola heç nə. Keçən il qarasını gətirmişlər, yaxşı idi. Qüvvətlə gələndə. Buranın hələ də buzu qalıb. Hələ də buzu qalıb. Necə görmədən yaşılbaşı